vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət eləyin. İctimai nəzarət bir çox məmurları, yəni bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin media nümayəndələrinin çox böyük rolunuz var bu sahədə və deyə bilərəm ki, mən bəzi hallarda xoşa gəlməz hallar haqqında sizdən öyrənirəm. Sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir və deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır, amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları da bilməlidirlər. Onların işinə təkcə deməli, prezident administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir. Dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkəbə bulaşarsa, cəza çox sərt olacaq. Və nəticə də onu göstərir. Ən yüksək vəzifəli məmurlar bugün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Və bir də demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir. Heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların da xidmətləri daha çox ayıq xidmətinə bənzəyir. Ona görə bunu hesab edirəm ki, hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq. Və mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlar arxasında görmək istəmirsə və əgər öz deməli, çirkin əməllərinə əl çəkə bilmirsə, o könüllü vəzifədən çıxsın ki, özünü bədbəxt etməsin.